Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament konfransı keçirilib. Parlamentin sədri Sahibə Qafurovanın sözlərinə görə Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya müasir dövlətin əsaslarını yaratmağa imkan verib. Dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inan və quruculuq dövrünün simvoludur. Ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20%-i 30 ilə yaxın Ermənistanın işğalı altında olmuşdur. Ölkəmizin əsas qanunu silahlı təcavüzə son qoymaq və sülh yaratmaq uğrunda diplomatik səylərimizin təməlində dayanmışdır. 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa etdi. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilmiş prinsiplər real həyatda öz təcəssümünü tapdı. Sahibə Qafurova Vaşinqtonda keçirilən görüşdə əldə edilən razılaşmaları, sülh sazişinin paraflanmasını xatırladaraq qeyd edib ki, sülh sazişinin layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Bugün parlament diplomatiyası ən mühüm yumşaq güc alətlərindən birinə çevrilib. Parlament diplomatiyası vasitəsilə ən kəskin məsələlər həll edilir. Konfransda çıxış edən Pakistan İslam Respublikası Senatının sədri Seyyid Yusuf Raza Gilani bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycanda konstitusion düzən, milli birlik formalaşıb. Hazırda mürəkkəb çağırışların olduğu dünyada yaşayırıq. İnsanların, xalqların birliyini və ədaləti təmin etməliyik. Dövlətlərdə səlahiyyətli orqanlar mütləq şəkildə insanlar qarşısında cavabdeh olmalıdır. Ərazi bütövlüyünə əsaslanan cəmiyyətin qurulmasının banisi məhz Heydər Əliyev olub. İlham Əliyevin məhz bu il Azərbaycanda konstitusiya və suverenlik ili elan etməsi dəyərlərə sadiqliyin nümunəsidir. Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti Saud Wong jurnalistlərə açıqlamasında deyib ki, hər bir dövlətin konstitusiyası onun əsas qanuni və möhkəm təməlidir. Azərbaycan konstitusiyası son 30 ildə dəfələrlə təkmilləşdirilərək ölkənin inkişafını əks etdirib. Kamboca Azərbaycanla ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirir. Bundan əlavə ölkənin parlamentləri arasında ikitərəfli əlaqələrin inkişafına fəal şəkildə töhfə verən dostluq qrupu yaradılıb. Ölkələrimiz yalnız parlament səviyyəsində deyil, həm də icra səviyyəsində əməkdaşlıq edir. Biz ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirir və beynəlxalq arenada daima bir-birimizi dəstəkləyirik. Türkiyə Böyük Millət Məclisi Bürosunun üzvü Hasan Turan bildirib ki, Azərbaycanın Cənubi Qafqazda davamlı olaraq güclənməsi və irəliləməsi Türkiyəni qürurlandırır. 44 günlük Vatan Müharibəsində zaferlə taşlanması, işgal edilmiş toprakların özgürlüğüne kavuşturulması ve Azerbaycan bayrağının orada hür bir şekilde dalgalanması biz başta olmak üzere bütün Türk dünyasını ve gönül coğrafyalarımızı sevindirmiştir. Bölgemizde nasıl ki barışın, huzurun, kardeşliğin olmasını istiyorsak biz de Türkiye olarak aynı şekilde bölgemizde ve dünyada barışın, istikrarın, huzurun eşit ve adil bölüşümün olmasını istiyoruz. Esasında anayasalarda bunu teminat altına alan ve bunun oluşması için var olan metinlerdir. Rumıniya Senatının sədri Mircea Abrudeyanın sözlərinə görə, Rumıniya Azərbaycanı və Xəzər dənizini nəqliyyat və kommunikasiya üçün qapı hesab edir. Nəqliyyat və rabitə sahəsində yaxşı əlaqələrimiz var. Çünki biz Azərbaycanı və Xəzər dənizini nəqliyyat və kommunikasiya üçün qapı hesab edirik. Qara dəniz sahilindəki Rumıniya da Azərbaycan üçün Avropaya bir qapıdır. Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparıblar. Qeyd edək ki, tədbirdə 20-yədək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edib. Nuray Qədirli, Vüsal Bayramov, APA TV.